На какой вопрос можно найти ответ в тексте? Mətnimizdə, dinləmə mətnimizdə Azərbaycanlı müxbirin ölkəmizə gələn Eston yazıcı ilə reportajı göstərilmişdir. Yazıcı Azərbaycana bir neçə dəfə gəldiyi, ilk dəfə isə 2002-ci ildə gəldiyi, Eston dilində olan tarixi əsərlərə baxmaq üçün, tarixi dokumentlərə, sənədlərə baxmaq üçün, sonra 2008-ci ildə Gənclik Mübadiləsi proqramının izi ilə gəldiyi haqqında məlumat verir və Azərbaycanın insanları, mətbəxi, təbiətindən ilhamlanaraq Küləklər Şəhəri adlı romanını yazır və bu romanı oxuyan Eston yazıçıları, daha doğrusu oxuyucuları, мэтримизде deyildiği kimi эстонские читатели часто говорят, что благодаря роману узнали много нового об Azərbaycane. Azərbaycan haqqında Eston oxucuları çox şeylər öyrəndiklərini göstərirlər. Mətrimizə uyğun olaraq, yəni mətrimizdə cavabı olan sualımız благодаря какому произведению читатели из Эстонии узнали много нового об Azərbaycane variantını seçirik.